Salam, sabahınız xeyir olsun. 5 iyul 2026-cı il tarixli yay fəslinin 15-ci günü, Məhərrəm ayının 20-ci günüdür və iyul ayının ilk həftəsinin ilk 7-ci bazar günüdür. İstirahət günlərinin sonuncusudur, həftənin də sonuncu günüdür. Hər birimizə gözəl, xoş istirahət etməyi, işə gedənləri 5 iyulda isə iş yerlərində, ofislərində, evdə, ev işləri ilə, evdarlıqları ilə məşğul olanların hər birinə də can sağlığı, iş abadlığı, eləcə də bol, zəngin, xoş xəbərlərlə dolu olan, qulaq dişliyi olan, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirməyi arzulayıram. 5 iyul günündə təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələrini və eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq demək, həm Azərbaycan Respublikası üçün, həm bütün dövlət, yəni dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzulayıram. Bununla yanaşı isə 5 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 5 iyul günündə kimləri anırıq, kimləri xatırlayırıq, kimlər yad edilir, hər birini xoş xatırlamağı, yad etməyi, anmağı arzulayıram. 5 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Və eləcə də bütün şəhid ailələrini, qazi ailələrini, demək, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, gözəl, xoş xəbərlərlə zəngin, dolu olan, qulaq dişliyi olan, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün olan bir günün keçirmələrini arzulayıram. 5 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 5 iyul günündə də tarixi əlamətlər, hadisələrlə zəngin olan bir gündür və 5 iyul günündə baş verən tarixi hadisələr bunlardır. Əvvəlcə qeyd edək ki, 5 iyul demək babalar günüdür. Bütün babaları bu münasibətlə təbrik edirəm. Dünyasını dəyişən babalara Allahdan rəhmət diləyirəm. Nəvələrə isə daimi babalarının qədrini bilməyi, onlara gözəl qulluq etməyi, sözünə baxmağı arzulayıram. Və bununla yanaşı 5 iyul 1687-ci ildə isə Newtonun prinsipləri nəşr edildiyi gündür. 5 iyul 1811-ci ildə Simon Bolivar Venezuelanın İspaniyadan müstəqilliyin elan etdiyini bildirmişdi. Bununla yanaşı isə 5 iyul demək 1924-cü ildə Parisdə 42 dövlətin iştirakı ilə 8-ci yay olimpiya oyunlarının açılışı olduğu gündür. 5 iyul 1932-ci ildə isə Portuqaliyada Antoni de Oliveira Salazar hakimiyyətə gəldiyi gündür. 5 iyul 1939-cu ildə isə deməli Hatay dövlətinin demək, məclisi səs çoxluğu ilə Türkiyə dövlətinə birləşmə qərarını verdiyi gündür. Bununla yanaşı 5 iyul 1944-cü ildə isə Rusiyada Novgorod və Bryansk vilayəti təşkil edildiyi gündür. 5 iyul 1954-cü ildə Elvis Presley özünün ilk mahnısını yazdığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.